Elit evlərin qısaqsı və kirayəsi. Əziz izləyicilərim, hazırda 4 sotdan biraz artıq belə bir evimiz çıxır. Mərkəzi yola da yaxındır. Mərkəzi yola yaxındır. Deməli, mən həyatımızla sizə tanış edirəm. Bax, belə bir gördüyünüz kimi 3 metr yarım enidir buranın. Bax, bu hissənin 3 metr yarım enidir. Bax, görürsünüz, rahat. Nə bilim, bəlkə də bir 10 dənə maşın yerləşdirmək olar rahatçılıqla. Deməli, şu həyət ev qarışıq 4 sotdan artıqdır. Yəni, köhnə tikilidir, onu da deyim sizə, əziz izləyicilərimiz. Elit evlərin qısaqsı və kirayəsi. Bax, evimiz köhnə tikilidir, kürsülüdür, hündürdür yerdən. Həyətində də var, gördüyünüz kimi, meyvə ağaçları var. Bax, evimizin bu setkanı görürsünüz. Bu setka tutarır, bir də belə. Bax, görürsünüz. Düz darvazaya qədər. Bax, bu hissə, yəni bu ev sahibinə məxsusdur. Evimiz qoşadaşdır, onu da deyirəm sizə. Demək, bu evimizin bölümündə belə bir ev yerisi ambar düzəldir. Bankələri yığmaq üçün. Görürsünüz, bax. Belə bankələrini yığmaq üçün bir ambar da var. Həyət evində lapatkasını, belini, vedrəsini qoyur. Bir də evin dalına keçid var, bax. Belə bir, bax, görürsünüz, genişdə var. Bax, su çəndə var. Belə bir gördüyünüz kimi pəncərəsi də bax, öz həyətinə baxır. Əziz izləyicilərimiz. Deməli, evimiz demək olar ki, torpaq qiymətinə satılır. Həqiqətən də mərkəzi yolun qırağındadır. Düz yoldan bir 50 metr qaldı. Bax, yenə də evimizi göstərirəm sizə, əziz izləyicilərimiz. İndi evimiz də bax, kürsülüdür. Evimizin içindən sizi tanış edirəm. Deməli, əziz izləyicilərimiz, bax, evin girişi. Bax, belə bir burada da avtomatı var. Yəni, köhnə tikili də qoy belə deyim sizə. Yəni, şəxsi evdir, onu da deyim. Yəni, satılmaq üçün tikilən ev deyil. Evimizin içində sizə tanış edirəm, əziz izləyicilərimiz. Bax, girişdə bax, belə bir proxoju var. Yəni, gələcəkdə buranı kim alsa, inşallah, qəşəng özü üçün burada paltar asmaq üçün mebel yığdıra bilər, rahatçılıqla yığdıra bilər. Nə mətbəxdə eləyə bilər, ürəyi nə istəyə bilər də. Yəni, bax, bitmə ürtkasına kim var. Bax, samuceli. Səliqəli bir samuceli var, əziz izləyicilərimiz. Gördüyünüz kimi, ideal vəziyyətdə hər şey yerindədir. Deməli, girişdə belə bir böyük bir zalımız var, əziz izləyicilərimiz. Belə bir zalımız var. Burada gördüyünüz mebellər hamısı, əziz izləyicilər. Mebellərimiz çıxacaq, qoy bəri başdan deyim sizə. Deməli, bir dənə burada kondisionerdir, lüstrlardır. Bunlar qalacaq. Bir də mətbəx mebeli. Yerdə qalan bütün əşyalar gedəcək. Yəni, qoy deyim sizə, xaldırlayıb, stollar, hamısı gedəcək. Evdə qalan bir dənə lüstrla kondisioner olacaq, əziz izləyicilərimiz. Deməli, zalımızı göstərdim. Bir dənə də yataq otağımız buradadır. Gördüyünüz kimi, əziz izləyicilər, bura desk otaqdır. Eliyəsinin, nəvəsinin yeridir. Bəli, burada bir dənə də yenə yataq otağıdır. Gördüyünüz kimi geniş. Kravatına kimi, şifanerinə kimi hamısı ideal vəziyyətdə yerləşdirilib. Yəni, pəncərələrdən yəqin ki, görürsünüz, qoşadaşdır, əziz izləyicilərimiz. Evimiz belə bir vəziyyətdə 140 min manata satışa çıxarılıb. Yəni, 4 sotdan artıqdır, mərkəzi yolun qırağındadır, onu da deyim sizə. Yəni, yoldan bir 50 metr maksimum aralıdır. Yəni, torpaq qiymətinə satılır da, belə deyək. Evimiz, yəni, torpaq qiymətinə satılır. Hər kim alsa, Allah xeyrini versin.